Hər kəsə salam, xoş gördük hər birinizi əziz şagirdlər. Bugünkü dərsimiz 19-cu əsr Azərbaycan millətinin təşəkkülü prosesidir. Çar Rusiyası Azərbaycanı işğal etdiyi dövrdə ilk vaxtlar milli kimliyin dərk edilməsini, həmçinin də milli mənsubiyyətin dərk edilməsinin qarşısını almağa çalışırdı. Milli və dini ayrıseçkilik siyasəti yeridirdi. Xalqların mədəni, həmçinin də mənəvi dəyərlərini, adət-ənənələri inkar edilirdi. Təbii ki də ruslaşdırma siyasəti yeridilirdi. İdarə aparatlarda ancaq rus dilindən istifadə edilirdi. Azərbaycanlı anlayışı yox idi, yəni imkan vermirdilər ki, bu anlayışlar istifadə edilsin. Onun əvəzinə müsəlman tatar sözləri işlədilirdi və Azərbaycanlılar demək olar ki, dövlət vəzifələrindən buraxılmırdılar. Bunun ardınca isə ruslaşdırma və köçürmə siyasəti həyata keçirirdi. Qacarlar dövlətindən, həmçinin də Osmanlı dövlətindən erməniləri kütləvi formada bilirik ki, Türkmənçə və Ədirnə müqavilələri ilə Azərbaycan ərazisinə köçürərək həm maddi, həm də mənəvi cəhətdən azərbaycanlılara zərər vurmağa çalışırdılar. Ana dilində təhsil, mətbuat və digər deməli məktəblər bunların açılmasına mane olmağa çalışırdılar. Bunun ardınca isə 19-cu əsrin ikinci yarısından başlayaraq artıq millətin təşəkkülü prosesi başlayacaqdı. Dildir, ərazidir, mədəniyyətdir, iqtisadi əlaqələrin olması, insanların birliyi millətin təşəkkülü üçün əsas amillərdən biri hesab olunurdu. Və 19-cu əsrin ikinci yarısından başlayaraq Azərbaycan ərazisində kapitalist islahatlar keçirildikdən sonra təbəqələşmə prosesi olacaqdı. Təbəqələşmə prosesinin nəticəsində burjuaziya və fəhlə sinfi yaranmağa başlayacaq və kəndli burjuaziyası isə qolçomaqlar adlanacaqdı ki, həmçinin də kənd fəhlələri muzluların meydana gəlməsinə səbəb olacaqdı. Bu kimi proseslərin olması, kapitalist münasibətlərinin inkişaf etməsi Azərbaycanda yeni ziyalı təbəqəsinin formalaşmasına gətirib çıxaracaqdı. Bütün bunlar Azərbaycan xalqının bir millətə çevrilməsinin demək olar ki, başlanğıcını qoyacaq. Millətimizin formalaşmasının özünə məxsus xüsusiyyətləri vardı. Birincisi, vətənimiz iki yerə parçalanmışdı, yəni ərazi bütövlüyümüz yox idi. Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi və həmçinin də müxtəlif quberniyaların daxilində olması bu Azərbaycan millətinin formalaşmasının özünə məxsus xüsusiyyətidir. Ümumiyyətlə, millətin formalaşmasının bəzi şərtləri vardı. Kapitalizm inkişaf etməlidir, ümumi bazar münasibətləri olmalıdır, mədəni, iqtisadi yüksəliş, həmçinin də burjuaziya və fəhlə təbəqəsi formalaşmalıdır ki, millət formalaşsın və bu millətin formalaşmasında Azərbaycanda müxtəlif ziyalıların mühüm rolu olubdur. Axundzadədir, Zərdabidir. Bunlar milli mətbuatın deməli həyata keçirilməsində, yaradılmasında çox mühüm rol oynayıblar. Həmçinin də xalq danışıq dilinin Azərbaycan dili olmasında və dilə üstünlük veriblər və bu dövrdə əsasən millətin təşəkkülü prosesi dövründə iki təbəqə var idi. Milli burjuaziya və ziyalı təbəqəsi. Milli burjuaziyanın deməli başçısı olubdu Tağıyev, ziyalı təbəqəsinin başçısı isə olubdu Topçubaşov. Ziyalı təbəqəsindən misal görmək olar Axundzadə, Əhməd Bəyağayev, Şahtaxtınski, Topçubaşov bu kimi ziyalılar xalqın birləşməsini və Rus zülmünə qarşı birlikdə mübarizə aparmasını, milli şüurun oyanmasını, maariflənməsini bu kimi ideyalarla çıxış edirdilər. Çünki bunlar bəziləri xaricdə təhsil almışdı. Yəni oyanışın şuurlarda olmasını, yəni bu cür olacağını ümid edirdilər. Həmçinin də qərb mədəniyyətinin inkişafının bizə təsir etməsini, hürriyyətin mövcud olmasını, təhsilin tərəqqi etməsini əsas, yəni millətin oyanışı üçün şərt hesab edirdilər. Azərbaycanda milli hərəkatın deməli 3 mərhələsi vardı. Birinci mərhələ 1875 Əkinçi qəzeti ilə götürürük 1904-ə qədər. 1904-də də Mazut konstitusiyası ilə belə yadda saxlamaq olar. 1904-dən 1917-ci ilə qədər 17-ci ildə yəni burada fevral burjuaziya inqilabı olacaq və onunla demək olar və 17-ci ildən isə 1918-ci ilə qədər isə 3-cü mərhələni götürmək olar.
Millətin təşəkkülünün birinci mərhələsi qeyd etdikcə Əkinçi qəzeti ilə götürülür. Əkinçi qəzeti Zərdabinin başçılığı ilə nəşr edilmiş qəzetdir. Burada Zərdabinin özü aqronom olduğu üçün kənd təsərrüfatı ilə bağlı məqalələr dərc edirdi və əhalinin də demək olar ki, 80-90% əkinçiliklə məşğul olduğuna görə bu yerli əhalinin maariflənməsində çox mühüm rol olan bir qəzet idi. Milli oyanışı təşkil edirdi və bundan sonra bu qəzet 2 il fəaliyyət göstərəcəkdi. 1877-ci ildə Osmanlı və Rusiya müharibəsinin başlamasını bəhanə edərək qəzeti bağlayacaqlar. Və 3 əsas istiqaməti var idi ziyalıların fəaliyyətində. Bu dövrdə milli şüurları oyatmaq, milli dili inkişaf etdirmək və xalqı maarifləndirmək. Azərbaycan milləti ifadəsini ilk dəfə Axundzadə işlədibdir, amma qəzet olaraq 1883-cü ildə Kəşkül qəzeti nəşrdədir və 1891-ci ildə isə ilk dəfə olaraq Kəşkül qəzetində bu ifadə Azərbaycan milləti ifadəsi işlədilibdir. Həmçinin də Şaxtaxtinskinin Kaspi qəzetində Zaqafqaziya müsəlmanları necə adlandırılmalıdır məqaləsində Azərbaycan dili anlayışları burada işlədilmişdir. Və Tağıyevin naşirliyini etdiyi Kaspi qəzetində də Azərbaycanlı ziyalılar Əhməd bəy Ağayevdir, Zərdabidir, Əlbi Hüseynzadədir, bunlar toplaşmışdılar Azərbaycançılıq ideyalarına, həmçinin də millətin milli şüurun oyanması ideyalarına burada deməli qəzetdə çap edirdilər. Və milli burjuaziyanın nümayəndələri bilirik ki, Tağıyev, Nağıyev, Şəmsə Sadullayev, Murtza Muxtar, bunlar xeyriyyəçi işlərlə də məşğul olurdular. Məktəblərin açılmasında, istedadlı gənclərimizin xaricə göndərilməsində, Avropada və Rusiyada təhsil almasında maddi cəhətdən dəstək olurdular. Milli hərəkatın ikinci mərhələsi 1904-17-ci illəri əhatə edir. Burada da eyni ideyalardır və burada Əlbi Hüseynzadə özü hazırladığı türkləşmək, müasirləşmək, islamlaşmaq şüarı ilə çıxış edirdi. Bu Məmməd Əmin Rəsulzadənin siyasi doktrinasına çevriləcək gələcəkdə. Yəni bu ideyalarla xalqı oyatmağa, şüurlarda oyanış etməyə çalışırdılar.